Salam, hər vaxtınız xeyir. Bu gün biz sizlə yarı qalmış şifrə mövzusunun izahına baxacağıq. Baxırıq birinci suala. Ümumiyyətlə bu test tapşırıqlarını necə həll edəcəksiniz? Baxırıq ki, burada sözlər verib və aşağıda da sizə burada rəqəmlər verib. Bildirir ki, eyni hərflər eyni rəqəmlə, fərqli hərflər fərqli rəqəmlə şifrələnib. Cavab variantlarına görə hər bir söz, buradakı söz bir varianta uyğundur. Bizdən Zəki sözünün parolunu tapmağımızı istəyir. Baxırıq. Z, ə, t, ə, k. Eyni olan hansıdır uşaqlar? Ədir. 3, 5, 9, 2, 3. Demək, ənin parolu olacaq 3. Ənin üzərinə götürüb 3 yazırsınız. Bütün ələrin üzərinə. Daha sonra baxıram ki, burada mən kətə sözünün kodunu artıq tapa bilərəm. Kətə sözündə ikincisi 3 və dördüncüsü 3. Variantlardan ikincisi və dördüncüsü 3 olan B variantıdır. Yəni kətənin kodu 53 23-dür. Yazıram üstünə 23. K-nın kodu 5-dir, Ə-nin kodu 3-dür. Mən Zəki sözünün parolunu tapa bilərəm. İkincisi 3, üçüncüsü 5 olacaq C variantı. Baxırıq ikinci suala. M, E, T, S, T. Eyni olan hansıdır uşaqlar? T. 8, 4, 2, 8, 6. Demək T-nin parolu olacaq 8. Baxıram sonuncuya. A, R, E, A, S. Eyni olan hansıdır uşaqlar? A. 6, 3, 1, 4, 1. Demək, A-nın parolu 1 olacaq. A-nın parolu 1-dirsə, mən Tare sözünün parolunu tapa bilərəm. Onda olacaq, Tarenin parolu olacaq 8, 1, düzdürmü? 34. Tərsin parolu neçə olacaq? 8 ilə başlayan 8, 4, 36. S-nın parolu 6-dırsa, A-nın parolu 1-dirsə, o zaman Sima sözünün parolu neçə olacaq? 65, 21. Keçirəm üçüncü sualın izahına. Üçüncü sualda baxıram ki, uşaqlar, mənə burada ipucu verib lal. Lal sözünün birinci ilə üçüncü hərfi eynidir. Baxıram, hansı variantda birinci ilə üçüncü hərfi eynidir? Baxıram, A variantı. Demək, lal sözünün parolu 474-dür. Düzdürmü? Lal sözünün parolu 474-dürsə, L-nın parolu demək ki, 4-dür. Nilin parolu neçə olacaq? Sonu 4 ilə bitən Y variantı. Baxırıq dördüncü suala. T, K, T, P, R. Eyni olan hansıdır uşaqlar? T-lar. 6, 8, 5, 3, 5. Demək, T-nın parolu neçə olacaq? 5. O, A, O. 3 dənə O var, 2 dənə A. 9, 4, 4, 4, 9. Düzdürmü? Demək, A-nın parolu olacaq 9, O-nun parolu olacaq 4. A-nın parolunu 9 tapmışıq. Daha sonra o zaman mən topun parolunu tapa bilərəm. 5, 4, 6 topun parolu olacaq. 5, 9, 8 olacaq tarın parolu, düzdürmü? Daha sonra biz burada topu tapdıq, tarı tapdıq, düzdürmü? Daha sonra biz nəyi burada tapa bilərik? İkincisi 9 olan hansı variant qaldı? Bu. Pakin də parolu olacaq 693 A variantı ilə bunu da sizdən soruşur. Daha sonra keçirib 5-ci sualın izahına. Yenə eyni qayda ilə R, M, T, M, K. Eyni olan hansıdır? M. 4, 3, 1, 6, 1. Demək, M-nın parolu olacaq 1. Bütün M-ların üstünə 1 yazırsınız. Daha sonra, baxın, istəyirsinizsə arxadan baxa bilərsiniz. N, A, L, N, L. Eyni olan hansıdır uşaqlar? L ilə L, N ilə N. Fərqli olan hansıdır? A. Mən A-nın parolunu tapa bilərəm. 7, 9, 9, 7, 2. Demək, A-nın parolu neçə olacaq? 2. A-nın parolu 2-dir. Mən onda markanın parolunu yaza bilərəmmi üstünə? Markanın parolu olacaq 123, 42. Düzdürmü? R-nın parolu 3-dür. 3 ilə başlayıb 4-cüsü 2 olan variant olacaq B variantı. Keçirik 6-cı suala. H, T, K, P, H. Eyni olan hansıdır uşaqlar? H. 4, 3, 4, 8, 7. Demək, H-nın parolu olacaq 4. O'ların parolu görürsünüz, ikincisi hamısında eynidir. 1-dir O'ların parolu yazıram. O'nun parolu 1-dir. H-nın da parolu 4-dür. Daha sonra T, P, L, L, P. 2 dənə P var, 2 dənə L var. Mən T-nı tapa bilərəm? Bəli. 7, 6, 3, 6, 3. 2 dənə 3 var, 2 dənə 6. Demək, T-nın parolu olacaq 7. Məndən də elə HOT-un parolunu soruşur, olacaq 4, 1, 7, A variantı. 7-ci suala baxırsınız. L, M, N, N. Eyni olan hansıdır? N. 1, 4, 9, 4, 3. Demək, N-nın parolu olacaq 4. Düzdürmü uşaqlar? N-nın parolu 4-dürsə, mən liman sözünün parolunu tapa bilərəm. Sonu 4 ilə qutaran olacaq 931, 64. Aydın oldu? Daha sonra
Mənə burada demək M-nın parolu 1 olacaq. 1 ilə də başlayan Mahirin parolu olmuş olacaq da. 1 ilə də başlayan görürəm ki, bir variantı heç ehtiyac yoxdur qalanı tapmağa. Olacaq A variantı. Daha sonra keçirik 8-ci suala. A, Z, R, İ, Z. Eyni olan hansıdır uşaqlar? Z-lar. 5, 9, 9, 6, 3. Demək, Z-nın parolu neçə olacaq? 9. Düzdürmü? Z-nın parolu 9-dursa, bütün Z-ların üstünə 9 yazırsınız. O zaman Azərin parolu neçə olacaq? 3, 9, 7, 6. Düzdürmü? Z-nın parolu 9-dur. Ə-nin parolu 7-dir. Onda Zəkanın parolu neçə olacaq? 97, 23. Keçirik 9-cu test tapşırığının izahına. X, Y, T, X, Y. 2 dənə X var, 2 dənə Y. Mən T-ni tapa bilərəm? Bəli. 2, 4, 3, 2, 3. 2 dənə 2 var, 2 dənə 3. Demək 453, 24 bunun kodu. 453, 24 bunun kodudur. Düzdürmü uşaqlar? X-in parolu oldu 3, Z-in parolu 5, X 3, Y 2, T-də 4. 35, 324 də olacaq məndən soruşulan misalın cavabı. C variantı. Daha sonra keçirik uşaqlar 10-cu sualın izahına baxmağa. A, K, E, K, A. 2 dənə A var, 2 dənə K var. Düzdürmü? Mən yeni tapa bilərəm. 2, 3, 4, 3, 4. 2 dənə 4 var, 2 dənə 3 var. Düzdürmü? Demək, E-nin parolu neçə olacaq? 21, 09. Elə bunu da məndən soruşur. Aydın oldu mu? Daha sonra keçirik 11-ci test tapşırığın izahına. Baxırıq. M, T, M, S, E. Düzdürmü? Eyni olan hansıdır? M-dır. 9, 8, 5, 1, 1. Demək, burada 2 dənə 1 var. Ona görə götürürəm. M-nın üzərinə 1 yazıram. M-nın üzərinə 1 yazıramsa, tema sözünün parolu neçə olacaq? 891, 3. Düzdür? Bunu tapdıq. A-nın parolu 3-dür. A-nın parolu 3-dürsə, üçüncüsü 3 olan hansı variant olacaq? Starın parolu 58, 36. Keçirik 12-ci test tapşırığın izahına. F, E, T, H, M. Eyni olan hansıdır uşaqlar? Eyni olan yoxdur. Keçirəm. Arxasına baxıram. H, N, H, L, L. 2 dənə L var, 2 dənə H var. Mən N-ni tapa bilərəmmi? Bəli. 7, 2, 3, 2, 7. 2 dənə 7 var, 2 dənə 2 var. Demək 0, 29, 83 Ehsanın paroludur. 0, 29, 83 Ehsanın paroludur. S-nın parolu 9-dursa, uşaqlar, daha sonra A-nın da parolu 8-dir. Ortası 898 olan variant olacaq A variantı. Demək, masalın parolu A budur. Aydın oldu. Keçirik 13-cü suala. İ, N, L, E, İ. 2 dənə İ var. Düzdürmü? 2, 4, 4, 3, 7. Demək, İ'nin parolu 4-dür. İ'nin parolu 4-dürsə, Laci sözünün parolunu tapa bilərəm? Bəli. Sonu 4-dən qutaran 25, 94-dür. Düzdürmü? A-nın parolu 5-dir. Düzdürmü uşaqlar? A-nın parolu 5-dirsə, Nilanın parolu neçə olacaq? Sonu 5-dən qutaran olacaq Y variantı. Daha sonra 14-cü test tapşırığının izahına baxırsınız. G, K, S, T, G. Eyni olan hansıdır? G. 8, 3, 6, 6, 9. Demək, G-nin parolu neçə olacaq? 6. Ü-nün parolu neçədir? Hamısı eynidir. 2. Düzdürmü? Daha sonra L, T, D, L, N. 2 dənə L var. 1, 4, 8, 7, 1. Demək, L-nın parolu neçə olacaq uşaqlar? 1. Onda Gülün parolu 621'dir. Bu tapıldı. Sonra Tülün parolu 21 ilə qutaran A variant. Demək 821 olacaq Tülün parolu. Düzdürmü? 62 4 ilə başlayan olacaq Günün parolu. Düzdür? Burada qaldı məndə nə? Küt, bir də südün parolu. T'nın parolunu 8 tapmısınız. Düzdür? 28 ilə qutaran olacaq 328. Onda südün parolu olacaq 927. Daha sonra keçirik 15-ci test tapşırığın izahına. S, R, M, T, R. Eyni olan hansıdır? R. 5, 6, 5, 3, 1. Demək, R-nın parolu olacaq 5. Bütün R-ların üstünə 5 yazırsınız. Daha sonra daha sonra baxırıq. İkincilər hamısında eynidir. Görürsünüzmü? Ə-nin parolu 9-dur. Ə-nin parolu 9. Arxaya baxaq. T, S, H, S, M. 2 dənə S var. Düzdürmü uşaqlar? 1, 1, 2, 3, 6. S-lara götürüb 1 yazırsınız. Onda rəisin kodu neçə olacaq? 59 rəis yazıram elə bunun üstünə. Çünki burada görməyə bilərsiniz. Rəisin parolu budur. Düzdür?
Daha sonra r-nın o biri r ilə başlayan bizdə r-nın parolu 5-dirsə, düzdürmü uşaqlar? Onda digər r ilə başlayan variant, yəni 5 ilə başlayan variant C variantıdır. İndi keçirik 16-cı suala. Burada artıq simvolla kodlaşdırılıb. Eyni şeydir. Məğzi bildikdən sonra istənilən test tapşırığını edə bilərsiniz. İstəyir bura heyvan şəkilləri qoysun, istəyir bura hərf qoysun, istəyir simvol qoysun, nə qoyur qoysun. Baxıram burada eyni yoxdur. Düzdürmü? Burada da eyni yoxdur, görürsüz. Burada baxıram ki, bura ilə bura eynidir. Düzdürmü uşaqlar? Üçüncüyə baxırsınız. Bax, bura, 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 bura. Düzdürmü? Eyni olan hansıdır? 8. Demək, yerə baxan oxun parolu 8-dir. Aydın oldu. Burada yerə baxan ox hardadır? Burada. Burada olacaq 8. İkincisi 8 olan variant olacaq Y variantı. Daha sonra baxıram 17-ci test tapşırığına. Baxıram bu cərgədə eyni olan hansıdır uşaqlar? Bundan bu. Düzdürmü? 5, 3, 8, 3, 7. Demək, bunun parolu neçə olacaq? 3. Aydındır. Əgər bunun parolu 3-dürsə, götürürəm burada yazıram 3-ü. İkincisi 3 olan variant hansıdır? Daha sonra baxıram 18-ci test tapşırığının izahına. Baxıram bu cərgədə yoxdur eyni olan. Bu cərgədə yoxdur. Bu cərgədə yoxdur, bu cərgədə yoxdur. Mən ona sətir-sətir baxa bilərəm. Bu cərgədə yoxdur. Bu cərgədə yoxdur. Bu cərgədə yoxdur, bu cərgədə. Bura ilə bura eynidir. Düzdürmü uşaqlar? Baxıram ki, burada ikincisi ilə dördüncüsü eyni olan variant B variantı olacaq 72, 62. Daha sonra bu tipləri bitirdik. Keçək növbəti bu tiplərinə də baxaq. Burada da baxaq, sonra keçəcəyik başqa tiplərini sizə izah edəcəm. 19-cu suala baxırsınız. Baxıram burada birinci sətirdə məktublar eynidir, düzdürmü? 9, 8, 1, 9, 6. Demək, məktubun parolu 9-dur, düzdürmü? Məktubun parolu 9-dursa uşaqlar, bütün məktubların üstünə 9 yazırsan. İkincisi 9 olan variant hansıdır? Budur. Ona görə 193 bunun paroludur. Aydındır? Daha sonra 193 əgər bunun paroludursa, burada tapdığım simvolları burada hamısını yerinə qoyuram. 9 ilə başlayıb 1 ilə qutaran 931 demək bunun paroludur. Aydındır? 3 ilə qurtaran digər variant 853 bunun kodudur. Telefon işarəsi 8-dir, bu işarə 5-dir. 85 ilə bitən olacaq D variantı. Daha sonra baxırıq 20-ci suala. Bu cərgədə eyni olan hansıdır? 6, 5, 3, 3, 8. Eyni olan bu cərgədə ancaq 3-dür. Bura 3 götürüb yazıram. Burada 3-dür. Daha sonra ortası 3 olan variant hansı variantdır? 638. Düzdürmü? Daha sonra sonu bura 6-dır. Birincisi də 3 ilə başlayır. 3 ilə başlayıb 6 ilə qutaran variant olacaq C variantı. Sonra başlayırıq 21-ci suala. Ümumiyyətlə bunu necə həll edirsiniz? Burada bir neçə tapşırıq var buna uyğun olan. Hamısını sizə izah edəcəm. Nə deyir burada? Elə bilin ki, mən uşaqlara necə izah edirəmsə, sizə də onu o cür izah edəcəm. Elə bil sizin bir seyfiniz var və siz seyfinizi açmağı kiməsə həvalə edirsiniz və bildirirsiniz ki, mən sizə parollar deyəcəm, onu uyğun olaraq siz özünüz o parollarını tapacaqsınız. Ümumiyyətlə, belə tipli suallarda necə həll edirik bunları? Baxıram ki, burada nə yazıb burada? Bir rəqəm düzdür, yeri səhvdir, iki rəqəm düzdür, yeri səhvdir, bir rəqəm düzdür və yerindədir, bütün rəqəmləri səhvdir, bir rəqəm düzdür, yeri səhvdir. Düzdürmü? Nə edirəm? Birinci götürürəm, bütün rəqəmləri səhvdir. Düzdürmü? Bütün rəqəmləri səhvdirsə əgər, demək mənim parolumda XXX yazıram. Demək mənim parolumda 2 yoxdur, 3 yoxdur, 9 yoxdur. Buradan bütün 2, 3, 9-ları silirəm. 2-ni sildim, 9-u sildim, 3-ü sildim. Aydın oldu? Daha sonra baxırıq burada birinci variantda bir dənə 8 qaldı. Deyir ki, bir rəqəm düzdür, yeri səhvdir. Bir rəqəm düzdür, yeri səhvdirsə, demək 8 düzdür. Amma 8 burada deyil. 8 ya buradadır, ya burada. Yazıram üstünə. 8 ya buradadır, ya burada. Düzdür? Baxıram ikinci suala. Deyir ki, 2 rəqəm düzdür, yerləri səhvdir. Həqiqətən də burada da 8 var. 8-in yeri burada səhvdirsə uşaqlar, demək 8 burada deyil, 8 sondadır. Düzdürmü? Və burada fikir verirəm ki, 1 də var da. Çünki 9 yox idi axı. Cəmi burada 2 dənə variant qaldı. 1-in də yeri sonuncu deyilsə, 1 ya buradadır, ya burada. Aydın oldu? Daha sonra mən tapdım ki, sonuncusu 8-dir. Bu variantları da elə çıxa bilərsiniz birbaşa. Sonra baxırıq nəyə? Burada da dedi ki, bir rəqəm düzdür, yeri səhvdir. Biz bu hissəni uca həll elədik. Sonra keçirik hansı cərgəyə? Baxırıq bu cərgəyə. 576, bir də 726. 2 yoxdur mənim cavabımda. Bunu silməmişəm. Daha sonra baxırıq
bu cərgənin içərisinə. Məsələn, burada baxırıq, biz 8-i tapdıq, düzdür? İndi bu tərəfləri tapmaq lazımdır. Bizə deyir ki, bir rəqəm düzdür və yerindədir, uşaqlar. Burada da deyir ki, bir rəqəm düzdür, yeri səhvdir. Əgər 6 düzdürsə, bu burada bunu inkar edir. Demək, mənim cavabımda 6 yoxdur. Yəqin ki, başa düşdünüz. Əgər 6 düz olsaydı, yazardı ki, bir rəqəm düzdür və yerindədir. Burada da eyni şey olardı. Amma burada deyir yerindədir, burada deyir ki, rəqəm düzdür, yeri səhvdir. Burada mənim hansı variantım qaldı? 7-im qaldı, düzdür? Deyir, bir rəqəm düzdür, yeri səhvdir. Demək, 7-nin yeri birinci deyil, 7-nin yeri ikincidir. Burada da demişdik axı, bir ya buradadır, ya burada. Ona görə cavab olacaq 178A variantı. Bundan bir neçə nümunədə yazacağım sizə. Daha sonra baxırıq bura. Nə deyir bura? Deyir ki, bu məntiqdə oxşarlıq deməkdir. Bundan bunu almışam, bundan da bunu al deyir sənə. T, L, P, N, A. Eyni olan var, yoxdur. I, A, U, E, K. Eyni olan var, yoxdur. L, K, L, P, T. Eyni olan var, var. 1, 6, 1, 5, 2. Demək, L-nın parolü olacaq 1. Aydın oldu. L-nın parolü 1-dirsə, L-ın parolünü tapa bilərəm 136. Düzdürmü? K-nın parolü 6-dırsa, A-nın parolü neçə olacaq? 365. Düzdürmü? T-nın parolü 5-dirsə, T-in parolü neçə olacaq? 571. Düzdürmü? Daha sonra pulun parolü olacaq 281. Onda yerdə hansı qaldı? 492. Demək, Neptun parolü neçə olacaq? 492. Səndən də Neptunun parolunu soruşur. 492 ilə başlayan elə bir dənə variant C variantıdır. Aydın oldu? Daha sonra keçirik növbəti test tapşırıqların izahına. Baxırıq burada biz hansını sizə mən izah etməmişəmsə, onları sizə izah edəcəm. Məsələn, baxırıq burada 45-ci test tapşırığının izahına. Necə edir burada 45-ci test tapşırığını? Deyir, rəqəmlər düz deyil. Düzdürmü? Rəqəmlər düz deyil o deməkdir ki, mənim cavabımda 5 yoxdur, 1 yoxdur, 9 yoxdur. 5-i, 1-i, 9-u silirsiniz. 5-i sildiniz, vəssalam. Burada deyir ki, 2 rəqəm düzdür və hər ikisi öz yerindədir. Uşaqlar, 2 rəqəm düzdür və hər ikisi öz yerindədirsə, demək mənim 6-ım buradadır, 4-üm buradadır. 5 zaten cavabda yoxdur. Düzdürmü? 6 ilə 4-ü də silirik ki, artıq onları tapmışıq. Daha sonra burada deyir ki, bir rəqəm düzdür və yeri səhvdir. Burada da deyir ki, bir rəqəm düzdür və yeri səhvdir. Uşaqlar, indi baxırıq. Tutaq ki, 7 burada səhvdir. 7 burada səhvdirsə uşaqlar, 7-nin qoyalası yeri yoxdur. Çünki 7 burada səhvdirsə əgər, 7-nin yeri ya burada olacaq, ya burada. Amma mən bunları 100% tapmışam ki, bura 6-dır, bura 4-dür. Aydın oldu. Demək ki, 7 cavabda yoxdur. İndi baxırsan 2-yə. Deyir ki, bir rəqəm düzdür, amma yeri səhvdir. Düzdür. Burada da deyir ki, bir rəqəm düzdür, yeri səhvdir. İndi baxırıq bura. Biz burada 2-nin yeri burada ola bilərdi. Düzdürmü uşaqlar? Deyir, bir rəqəm, demək, bir rəqəm deyir düzdür, yeri səhvdir. 2-nin yeri səhvdirsə, 2 ya buradadır, ya burada. 2-nin yeri burada deyilsə, demək 2-nin yeri buradadır. Deyərsiniz ki, bəs 8, 8-in yeri burada səhvdir, düzdürmü? 8 ya buradadır, ya burada. 8-in yeri burada da səhvdir axı. Burada da səhv olduğuna görə 8-i yenə də ya bura qalır, ya bura. Buranı da mən 100% tapmışam. Ona görə düzgün cavab olacaq 624D variantı. Daha sonra baxırsınız 46-cı test tapşırığının izahına. Deyir ki, rəqəmlər və yerləri səhvdir. Demək ki, mənim cavabımda 7 yoxdur, 2 yoxdur, 6 yoxdur. 7 yoxdur, 6 yoxdur. Vəssalam, 7, 2, 6. Daha sonra yenə də x yazıram. Baxıram bunları analiz eləməyə. Deyir ki, bir rəqəm düzdür və lakin yeri səhvdir. Düzdürmü? Burada da deyir ki, 8 üçün bir rəqəm düzdür və yeri də doğrudur. Tutaq ki, 8-i mən düz götürürəm. 8-i düz götürürəmsə, 8-in yeri burada nə olacaq? Səhv olacaq, düzdür? Demək, deyir, bir rəqəm düzdür, lakin yeri səhvdir. Burada 8-i əgər mən düz götürürəmsə, 8-in yeri ya burada olmalıdır, ya burada, düzdürmü? Burada da deyir ki, bir rəqəm düzdür və yeri də doğrudur. Burada isə bunu inkar edir. Deyir ki, yəni 8-in yeri ilə buradadır. Ona görə mən cavabımı 8-ləri çıxıram. Daha sonra 8-i də çıxdım. Deyir ki, burada bir rəqəm düzdür, lakin yeri səhvdir. Ya 9-dur, ya 1. İndi baxırıq burada. Deyir, bir rəqəm düzdür və yeri də doğrudur. Burada neçə qaldı? 5 qaldı. Demək, 5-in yeri haradır uşaqlar? Buradır. Aydın oldu. Daha sonra bu cərgədə də 5-ə çıxdım ki, 5-i tapmışam. Deyir, 2 rəqəm düzdür, lakin yeri səhvdir. Uşaqlar, burada 4 qalmışdı axı. 4-ün yeri əgər burada səhvdirsə, demək 4-ün yeri buradadır. Aydın oldu. Burada da deyirdi ki, bir rəqəm düzdür, lakin yeri səhvdir. Demək, mənim cavabımda 6 da yoxdur.
4 və 5. İndi baxırıq bu cərgəyə. 9 1 deyir, bir rəqəm düzdür, lakin yeri səhvdir. Uşaqlar, 9 səhvdirsə 9-un yeri ya buradadır, ya burada. Ona görə 9 mənim işimə yaramır. 1. 1-in yeri səhvdir, həqiqətən də 1-in yeri buradadır. Düzgün cavab olacaq 415. Bu açıq sualdır deyə burada variant yoxdur. Baxıram ki, burada bir dənə də sual qalır. Gəlin bunu da izah edim sizə. Burada deyir ki, variantlardan verilən 5 ədəddən hər biri aşağıdakı verilmiş ədədlərin şifrəsidir. Eyni rəqəmlər başqa eyni rəqəmlə şifrələnib. Nə edirik burada? Baxıram ki, burada sizin üçün bir dənə ipucu verib. 838, düzdürmü? 838 əgər burada sizə veribsə, baxıram ki, burada cavabda 282 var. Düzdürmü? Birincisi ilə sonuncusu eyni olan. Daha sonra 3-ün parolunu neçə tapdın? 8 tapdın, düzdür? İkincisi, yox. 282 tapdıq, düzdür? 3-ün parolunu 8 tapmısan, düzdür? 8 ilə başlayan hansı variant olacaq? 897. Bu hissəni də bitirdik. Daha sonra buradan da hamısını eləmişik. Bunu da eləmişik. Keçirik, mən sizə başqa tiplər çıxartmışam. O tipləri sizə izah edəcəm. Aha, baxırıq bu FC Akademiya. Bu test toplusundan olan sualdır. Necə edirik bunu? Dimin kitabında da var bu suallar. Baxın uşaqlar, ya bunun üzərinə bunu gəlib bunu yazır bura, ya bundan bunu cəmləyib bura yazır. Qıraqdan yazırsınız. S plus B bərabərdir M. Yəni bunun üstünə bunu gəlir bura yazır. U-nun üzərinə Ö gəlir. Bərabərdir nəyə? I-yə. Daha sonra F-in üzərinə Y gəlir. Yazır bura Z-ə. Sonra L-in üstünə Ü gəlir. Yazır A-ya. Düzdürmü? E-nin üzərinə K gəlir. Yazır N-ə. Bu ardıcıllıqla biz bunu işləyirik. Y-nın üzərinə F gəlib. Y-nın üzərinə F gələndə nə olur? Z olur. Düzdürmü? Ü-nün üstünə L gələndə nə oldu uşaqlar? A oldu. Z ilə başlayan elə Y variantı olacaq. B-nın üstünə S gəlib. M oldu. Ö-nün üzərinə U gəldi. Düzdürmü? Oldu I. Daha sonra Y-nin üzərinə K gəldi. Yaxud K-nın üzərinə Y olacaq N hərfi. Olacaq zamin. Daha sonra baxırıq 78-ci test tapşırığın izahına. Yenə eyni qaydada. M-in üzərinə D gəlir, olur A. U-nun üzərinə X gəlir, olur T. F-in üzərinə Z gəlir, olur L. D-nin üzərinə M gəlir, olur A. Daha sonra S-in üzərinə Y gəlir, olur N. C-nin üzərinə F gəlir, uşaqlar, olur M, düzdürmü? D-nin üzərinə M gəlir, olur A. B-nin üzərinə A gəlir, olur G. Baxırıq, həll edirik. B-nin üzərinə A gələndə uşaqlar nə olur? G. Birinci hərfi G ilə başlayacaq. A da çıxdı, B də çıxdı. M-in üzərinə D gələndə nə oldu? A. Düzdürmü? Bunu həll elədim. Bunu elə yazıram ki, rahat başa düşəsiniz. U-nun üzərinə X gələndə nə oldu? T. Düzdürmü? D də çıxdı, C də çıxdı. Qalacaq Y variantı. Aydın oldu? Aha. Daha sonra keçirik sonuncu tiplərin izahına. Bu tipləri mən sizə dünən izah etdim. Başqa kitabdan çıxartmışam deyə istəyirəm ki, bütün şifrələri bilmiş olasınız və bu video baxandan sonra şifrə haqqında ağlınızda bir dənə də sual olsun, qalmasın. Nə edir burada uşaqlar? Deyir ki, aşağıdakı göstərilən cümlələr X şərti dilində tərcüməsi verilib. Bu arada bu kitab master nömrə 1-dəndir. Xeyr. Qanuna uyğunluğa əsasən müvafiq sözü tapın. Baxın uşaqlar, o onları sevir, eli tali taka, o səni görür, mən səni sevirəm, o bizi görür, mən səni görürəm. Nə edirik burada? Baxın uşaqlar, birinci bunları ayırıram. Baxın, burada bununla bunun ortağı nədir? Eli. Düzdürmü uşaqlar? Demək, elinin parolu odur. Düzdür? Elinin parolu odur. Aydın oldu. Daha sonra baxırıq burada bununla bunun ortağı nədir? Səni. Demək, Sefinin parolu Sefi. Sefinin parolu sənidir. Səni yazıram üstünə. Burada səni. Demək, mənim parolu nə olacaq? Af. Mən yazıram. Yəqin ki, oradan ayıra bilirsiniz. Demək, mən səni başlayırsam, mənim parolu nə olacaq uşaqlar? Af. Düzdürmü? Sonra səni nə oldu? Sefi. Yazıram. Sefi. Düzdürmü? Daha sonra sevir, görür. Əgər burada görür sözü varsa risdir. Görmək risdir. Düzdürmü? Baxın, burada da görmək risdir. Olacaq A, sefi, ris. Olacaq A variantı. Daha sonra 70'ə baxırsınız. O onu yola salır. Sən onları qarşılayırsan. O səni qarşılayır. O onları yola salır. Baxıram ki, buradan ortaq olan nədir? O. Onun parolu bodur. Düzdürmü? Bu da başlayacaq bo ilə. Onun parolu bodur.
Daha sonra onu var, yola salır var, qarşılayır var. Düzdürmü? Bunların ortağı nədir? Kamba. Demək qarşılayırsanın kodu kambadır. Düzdürmü uşaqlar? Qarşılayır olacaq kamba. Daha sonra burada da səni lo olacaq, düzdür? Burada da səni lo ilə olacaq. Bizə zaten səni lazımdır. Bo ilə başlayıb kamba ilə qutaran bu çıxacaq, bu da çıxacaq. 3 dənə var. Bu zaten çıxacaq. Çünki burada onu sözünün parolunu tapmaq lazımdır. Burada da olacaq onda ta. Çünki burada yola salır. Görsəz ravadır, düzdürmü? Demək onunun parolu to olacaq. Bo, to, kamba. A variantı. Daha sonra keçirik 71-ci test tapşırığı sualına. O onları eşidir, o səni görür, mən səni eşidirəm, o bizi görür. Aha. Onları eşidir, o səni görür. Demək burada U-nun parolu O-dur. Düzdürmü uşaqlar? U-nun parolu, yəni onun parolu U-dur. Yəni düz deyim onu. Onun parolu U-dur. Mən səni eşidirəm, onda mənim parolu O olacaq, o bizi görür. Onun parolu U-dur, o səni eşidir. Onun parolu U ilə olacaq. Düzdürmü? Onları səni. Baxın, ko onlarıdır, səni zodur. Olacaq uzo. Eşidir nədir? Rama. Uzo rama. Olacaq. Yox, bir dəqiqə. Onun parolu U-dur. Düzdürmü? Eşidirin parolu ramadır. Uzo rama. D variantı. Bunu görmədim. Mən C-yə baxdım. Baxırıq 72-ci test tapşırığının izahına. Onlar onu səsləyir, onlar səni gözləyir. Düzdürmü? Demək, onların parolu Ro-dur. Mənim parolu olacaq. Burada baxın, onların parolu burada onu olanda K olur, səni olanda B olur. Mənim parolu yəqin ki, burada A olacaq. Düzdürmü? Sonra onlar bizi gözləyir. Onların parolu Ro-dur. Mən səni gözləyirəm. İndi baxırıq nəyə? Daha sonra onu gözləyir, burada da var, düzdürmü? Demək, burada gözləyirlə gözləyir, karma gözləyir deməkdir. Yazıram üstündən karma. Sonu biz də bitirəcək karma ilə. A variantı çıxacaq, B variantı çıxacaq. Daha sonra baxırıq nəyə? Karmanı da burada tapdıq. Demək, səni B-dir. İkincisi B olacaq. B olacaqsa olacaq C variantı. A, B, karma. Aydın oldu. Daha sonra 73-cü test tapşırığına baxırıq. Onlar səni görür, sən bizi axtarırsan, sən məni görürsən. Demək, B-nin parolu olacaq sən. Sən B deməkdir. Düzdürmü? Səni tapdıq. Onlar onda olacaq T olacaq. Onlar T. Düzdürmü uşaqlar? Onlar başlayacaq T ilə. T olacaqsa C variantı çıxacaq, D variantı çıxacaq. Bizi olacaq onda to, Tito, düzdürmü? Görür nədir? Marka. Marka olacaq B variantı. Ümidvaram ki, bütün testləri başa düşdünüz. Dövlət İmtahan Mərkəzinin test toplusunda olan testlərə də baxa bilərsiniz və bütün şifrəyə aid nə görürsünüzsə, qabağınıza nə çıxacaqsa, məsələn, Telegramda, qruplarda, Instagramda, səhifələrdə onların hamısını edib şifrə mövzusunu daha yaxşı mənimsəyə bilərsiniz. Uğurlar, növbəti videolarda görüşənədək.